Mən Qurbanova Raziya Vaqif qızı, Sabirabad rayonunun Çöldəllə kənd sakiniyəm. Mən ayın 6-sında TikTok səhifəmdə paylaşmışdım ki, kəndin suyu yox. Ayın 7-si günü 10 kəndin sahə rəisi Elxan müəllim TikTok səhifəsində paylaşıb ki, kəndin içində su var və kəndin sonuna kimi su çatdırmışıq. Bəli, kəndin içinə su verilib. Lakin mobil durulducu qurğuya qədər. Bu günləri kəndin orta hissəsi və yaxud da son hissəsində olan ailələri göstərmək istəyirəm ki, burada bir neçə ailə yaşayır və həmin ailələrin bu günləri içməli suyu yoxdur. Bu da bizim kanalımız, real olan vəziyyətimiz. Əgər kəndin axırına qədər su verilibsə, bu kanalın içində olan su hanı? Dünən paylaşılır ki, kəndin içində su var. Bir günə bu kanalın içində bu su necə quruya bilər? Xahiş eləyirəm, aidiyyatı qurumlardan bu məsələyə ciddi yanaşın. Bu əhaliyə yazığınız gəlsin. Körpələrə, xəstələrə, yaşlılara, gəlinlərə, uşaqlara, cavanlara yazığınız gəlsin. Biz sizdən nə istəyirik? Biz sizdən sadəcə olaraq yaşamaq üçün, qidalanmaq üçün su istəyirik. Başqa heç bir şey istəmirik. Sadəcə olaraq su istəyirik. Mal-qaramız bu günləri bizim susuzluqdan yanır. Su tapmır içməyə. Baxın, bax, faktik olaraq real vəziyyətdə mal-qara və bu vəziyyətdə su tapmır içməyə. Kanalda suyumuz yoxdur. Heyvan susuzluqdan yanır. İnsanlar susuzluqdan yanır. Bu günləri sahə rəisi hansısa dövlət qurumlarının gözündən pərdə asmaqdan ötürü bildirir ki, kəndə su verilib. Amma bugün bizim kəndimizdə su yoxdur. Bax, real vəziyyəti göstərirəm. Ay qurumlar, aidiyyatı qurumlar, sizə müraciət eləyirəm. Xahiş eləyirəm sizdən. Bizə dəstək olun, kömək olun. Nə əkin əkə bilirik, nə heyvanlarımızı suvara bilirik, nə içməli su götürə bilirik. Yaxşı, biz əgər kənd ərazisində yaşayırıqsa, bu zülmə dözürüksə, niyə biz bu kəndi tərk eləmirik? Onda biz də gələk şəhərdə yaşayaq da, şəhərlilər kimi. Biz bu kənddə yaşayırıq, bizim olduğumuz məkana su verin də. Əkini əkirik, suvara bilmirik. Suvarma üstündə motor sönür. Bir yandan əkindən əziyyət çəkirik. Mal-qaranı vaxtında suvara bilmirik. Bir yandan bundan əziyyət çəkirik. Bir yandan yerin altından çıxan, qurtulmuş, iylənmiş suları övladlarımıza veririk və həmin uşaqlar xəstəxanalıq olur. Bağırsaq çöpləri əmələ gəlir. Biz yaşamaq istəyirik, biz sizdən kömək istəyirik.